Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz, traderlər, həmkarlar, iqtisadçılar, bankirlər, bankçilər və bizi bütün dünyadan izləyən Azərbaycanlıların sabahı xeyirli, çərşənbəsi mübarək olsun. YouTube kanalında ətraflı məlumat ala bilərsiniz. Yəni rolikin ardına YouTube kanalında baxa bilərsiniz. Və bugün baxaq nələr baş verəcək. Və dünən bizim verdiyimiz proqnozlar öz əksini tapdı mı və oldu mu, olmadı mı sualına gəldi desə, təbii ki, fundu dolar rəqabətində təbii ki, birinci satış əməliyyatlarından sonra yuxarı korreksiyalar verirsə belə yenidən gəlirlə nəticələndi. Qızılda verdiyimiz proqnozlar deyək ki 2903'lərdən satış əməliyyatları gəldi və gəlirlə nəticələndi. 3 neftdə həm bayda həm seldə demək 70-20'lərdə bay gəlirlə bağlandı, 69-50'lərdə sel o da gəlirlə bağlandı və Bitcoin gəldi isə Bitcoin'de 81'lerden satış əməliyyatlarından 77'lere kadar indi. Eyni zamanda Dow Jones, Nasdaq, S&P satış əməliyyatlarında mükəmməl gəlirlər verdi. Gəlin keçə bugün nələr baş verəcək? Sabahdan vacib xəbərlər başlayacaq. Yəni bugün axşam saatlarında vacib xəbərlərdən, Amerikada çıxan xəbərlərdən yəni biri olacaq. Növbəti isə sabahdan başlayacaq. Bazar aktiv olacaq. Yəni bugün yerli saatdan saat 17:00'dan sonra bazar aktiv olmağa başlayacaq. Və gəlin keçək təbii ki, qızılı nəzərdə tuturam. Əsasən funtun dolar rəqabətinə gəldisə isə funtun dolar rəqabəti gündəliyimiz 941 pipsdir, yəni stabilləşib 1000'lərdən, yəni 941 pipsə düşüb və dünən 700 pipsi yəni aşağı, sonra 700 pipsi yuxarı doğru istiqamətlə davam etdirir. Təbii ki, yenidən aşağı doğru istiqamətlə davam etdirdi. Yəni 3 dəfə yəni siqnal verdi. Həm satış əməliyyatlarına, həm alış yenidən günün ikinci yarısına satış əməliyyatları gəldi. Təbii ki, dünən 1.28 əslində biz VIP kanalında 1.28 850'lər nəzər çatdırmışıq, amma deyək ki, biz 750'lərdən nəzər dəstək xəttinə görə. Amma fərq eləməz, hər iki halda gəlirlə nəticələndi və yenidən yuxarıdan bir də siqnalları verdi. Yəni gün ərzində 3 dəfə siqnal verdi. Bugün alış əməliyyatları 1.29'lərdən yuxarı formalaşsa, alışlar da satışlar isə 1.28 600'lərdən gələcək. Keçək Evro dolar rəqabətinə. Evro dolar rəqabəti gündəliyimiz isə 1237 pips, dünən isə 1300, bu da stabildir. Dünən stabil qaldı, yəni 630 pips, yəni 63 pipli bir hərəkətlə yaddaşlara qaldı. Bugün bay əməliyyatları 1.08 800'lər sel isə 1.08 150'lərdir. Keçək biz qızıla, qızıl kimi qalxmaq istədi, amma qalxa bilmədi. Təbii ki, 2009-19'dan yuxarı ümumiyyətlə formalaşa bilmədi. Amma təzyiq altında qaldı. Üçbucaq, artım üçbucağa keçdi, simmetrik üçbucağa və qiymət 2009-3'lərdən aşağı formalaşdı. Sürətlə 2879'lara qədər yenə indi. Bu mükəmməl bir nəticə idi. Təbii ki, orada dəstək xəttindən qayıdı. Bugün nə edəcək? 2009-3'lərdən dünənin supportu bugünün resistance oldu. Yəni müqamət xətti oldu. 2009-3'lərdən yuxarı formalaşsa alışlardı və 2891'lərdən aşağı formalaşsa satış əməliyyatlardı. Keçək biz neftə. Neft, crude oil, növt dünən neynədə? Yəni dünən 1 dolar qalxmazdı, baxmayaraq 1 dolar 80 sent, yəni bugün səhər saatlarında 2 dolar 20 sentə qədər dünəndən bu günə dəyər itirdi. Və gündəliyimiz isə 1 dolar 88 sentdə. Alış əməliyyatları 69-20'lərdən, satışlar isə 68-60'lardandır. Bitcoin'ə gəldidə isə, Bitcoin dediyimiz kimi dünən mükəmməl bir siqnalla yaddaşlarda qaldı. Yəni 81.000'dən satış əməliyyatları gəldi, 77.000'lərə indi və bugün 81'lərdə alış, 82'lərdə take profit, onlardan 82'dən yuxarı formalaşsa, yenidən 85'lərə qədər yüksəlməsi gözlənir. Satışlar isə 79.000'dən də. Türk lirəsinə gəldidə isə Türk lirəsi yəni 36-600'lərdə yəni zəifləmə doğru gedir. Nasdaq S&P Dow Jones'a gəldisə dünən mükəmməl bir satış əməliyyatlarından yaddaşları hər üçü qəşəng gəlirlər verdi. Bu gün alış əməliyyatları Nasdaqda 19.547, satışlar isə 19.333'dür. S&P gəldidə isə S&P'də alışlar 5647, satışlar isə 5603'lərdir. Nasdaq'a gəldidə isə Nasdaqda alış əməliyyatları
172, satışlar isə 141.919-larda. Təbii ki, bu nöqtələrdən aşağıda yuxarı formasında ikinci təsdiqli şam nəzəriyyəsi əsasında biz bunu həyata keçiririk. Eləcə də nəzər çatdırmaq istəyirəm ki, siz bizi izləyirsiniz və deyək ki, təlimlərə qoşulsaz, gəlsəz, yəni təlimlər olmasa bir həftə bizə yaxınlaşsaz, yəni mükəmməl bir informasiya alsaz, bu sizin üçün daha məqsədə uyğun olar. Belə əzizlərim, bir də çərşənbəniz mübarək olsun. Görüşmək ümidi ilə, sağ olun.